Yoxdur da. Hə. Dunder metod nədir? Dunder metoda magic metod da deyirlər. Yəni sehrli metod kimi də deyirlər. Double xətlə olur. Biz indiyə qədər ən çox işləmişik initdən istifadə eləmişik, amma başqa metod, Dunder metodlar da var. Bunlar klasslarda böyük əhəmiyyət, böyük önəm daşıyan metodlardır. Biz fikir verdiksə, axırıncı nə keçdik? Metod növləri. Onda biz init danışmadıq ki, init hansı metoddur və ya da str, len, egg, bunlar hansı metoddur danışmadıq. Düz. Burada mən açıb göstərirəm, deyirəm ki, bu hansı metoddur, bu hansı metoddur. Mən sizə sual verdim, bu hansı metoddur? Vermədim. Çünki bu Dunder metoddur. Bunun adını sən deyə bilməzsən, bu statik metoddur falan məsələn. Bunun adı elə Dunder metoddur. Deməli biz ümumiyyətlə bundan istifadə eləsək, biz obyekt yaratmamışıq, düzdür ki, indi burada bunları ləğv edeyim. Biz əslində bunu görürdük. Bu Dunder metodları görürdük printdə. Obje olaraq desən götürməyəcək, obyekt olaraq götürəcək. Class obyekt. Bax, fikir versiniz, data tiplər keçəndə deyirdi ki, filan şey nədir? Məsəl üçün, deyirdi listi, nə bilim nədir? Hamısı çıxırdı. Obyekt adlı bir sözlə yazanda bura bizə deyir ki, bunu data tip olaraq obyektdir. Amma sadəcə bir obyektdir, heç nə yoxdur. Və obyekt 1, 2 yaratsaq, sonra onlara baxsaq, onlar arxada metod çağırır. Lenlə baxmaq olur. Bu hissəni oxuyacaqsınız. Əsas bu hissə deyil. Bu real həyatdan falan izahdır. Biz gələk əsas Dunder metodlara. Nə üçün lazımdır? Ümumiyyətlə obyektin bax initdən nümunə götürün. Ən asanı initdir də. Birinci başdan da init keçirik deyə daha rahat başa düşərsiniz. Biz deyirik ki, məsələn, obyekt yarananda hər obyektin özünün adı, soyadı filan bəs məkan olsun. O birisi həmin klassdan yaranan obyektlərdən fərqlənsin. Məsələn, init nə oldu? Initin işləmə prinsipi nədir? Obyekt yaranan kimi ona ad göndərilir. Init deməli çalışır, içindəki kodlar çalışır. O formada init onlardan biridir, düzdür? Dunder metodları. Ona görə də init burada nə rol oynayır? Obyekt yarananda onun hansısa bir atributlarını təyin etmək rol oynayır. Bu olmasa, təsəvvür ki, init yoxdur. Siz məcbursunuz hər bir obyekt yarananda ayrı-ayrı ona dəyişən yaradasınız, təzədən onu bir-bir təyin edəsiniz. Amma yaradanda mötərizənin içərisində göndərsən ki, Fatimədir, könüldür, yaşı budur, filandır, bəs məkandır, gedir oturur yerinə, həmin obyektin dəyişənləri, atributları təyin olunur. Ona görə də Dunder metod mütləq şəkildə lazımdır. Obyektlərimizi, deməli, Python'un daxili sisteminə uyğunlaşdırmaq üçün, bax, belə deyirlər əsasən. Biz burada baxsaq görək, yenə lenlə istifadə olunub. Bax, başlanğıc səviyyə olaraq birinci bunları öyrənmək yaxşıdır. Bunlar çünki daha rahat öyrənilir, daha rahat başa düşülür. Orta səviyyə bunlar olacaq. Bunları qruplaşdırmışam. Və collection mövzuları, bunlar biraz dərin səviyyədə və real proyektlərdə də istifadə olunur. İteratorla bağlı əgər klass yaradırıqsa, orada iterlə next olmalıdır. Daha dərin olacaq təbii ki, bu atributlara. Burada hamısının izahı var. Bilmirəm, bir dərsə nə qədər çatdırarıq. Init məqsədi nədir? Burada 1-də ümumi məlumatlandırma, 2-də artıq biz başlayırıq initdən. Obyekt yaradılan anda işləyir. Əsas bunun məqsədi odur. Və həmin obyektin hansısa bir atributlarını təyin edir. Adı, soyadı falan bəs məkanda, nəsə. Və nə olur? Arxa fonda bu kod çalışır. Student nöqtə double alt ilə init işləyəcək və onun gizlidə işləyir. Biz onu görmürük əslində. Gizlində bu ona məlumatları verir. Deyir ki, fikir verirsiniz, biz buna oxşar bir iş görmüşdük. Yəni birinci obyektin məlumatları, məsələn, name nə olsun filan məsələn, bunu eləmişdik. Bu Python arxa fonda gedən deməli init adlı Dunder metodunu gördüyü işdir. Arxa fonda belə gedir.
Biz onu görmürük. Düz. Deməli buna aid nümunə nədir? Universitet tələbə qeydiyyatı olur. O həmin qeydiyyat zamanı onun məlumatları yazılır da, düzdür? Burada da obyekt yarananda məlumatlar daxil edilir. Yəni tələbə qeydiyyatı olanda onun məlumatları artıq universitetin databazasına gəlir. Orada olur ki, hə, filan tələbədir, adı, soyadı, yaşı, nə bilim, atasının adı filan bəs məsələn hamısı orada olacaq. STR nə üçündür? Initi bilirik onsuz da. Initlə bağlı problemimiz yoxdur. STR olacaq obyekti istifadəçiyə göstərmək, daha gözəl göstərmək. Buna aid biz nümunəyə baxa bilərik əslində. Bax, məsələn, S. Gəlin bir dənə bunu götürüm. Bunu ləğv edirəm, buradan yaradıram, bax. Bax, normalda biz bundan indiyə qədər alt tire olaraq, adlandırma metodu olaraq təkcə istifadə eləmişik initdən. İndi str-ını işlətməyə çalışırıq. Verdik, heç nə çıxmadı. Gəldim burada dedim ki, S1, yəni tələbə 1 bərabərdir student və çağırdım. Normalda hələ bunu heç ötürməmişik. Düz. Mən gəldim deyirəm print S1. Burada nə baş verəcək? Bizə burada yazdığımız məlumatları göstərəcək. Yəni biz burada bax bunun içərisində nə yazmışıqsa onu görəcəyik. Yəni əslində deyə bilərsiniz ki, bu olmasa da görə bilərik. Yox, bax məsələn bunu silirəm. Nə oldu burada? Student obyekt, yəni student tələbə obyekti. Bunu buradan ləğv edirəm. Buradan yazacağam pass. Düz. S1-ə baxıram. Bu çıxdı. Bax, fikir verin, bununla bayaqki arasında görə nə qədər fərq var. Bunu biraz başa düşmək çətindir də. Bu main yazılıb, burada student obyekt yazılıb, okey. Amma burada rəqəmlər falan. Biz amma bundan istifadə edərək, yəni pass yox. Bundan istifadə edərək belə çağırılanda artıq bu işləyəcək və biz print deyəndə, yəni S1 bunu obyekt kimi göstərmək istəyəndə bunun return-ını görürük. Belə yadda saxlasaz onsuz da biləcəksiniz. Bəs studentin içərisində nəsə yaza bilərik? Studentin içərisində məsələn hara bura? Aşağıda S1 tərəfə. S1-in içərisindəki student mötərizə yoxdur. Burada məsələn üçün tutaq ki, burada yenə init metodu yazarsan. Div. Buradan çıxacaq da init. Init, bax özü çıxart görsən. Məsələn deyirəm ki, save name bərabər name, təbii ki bura yazmaq lazımdır. Məsəl üçün belə bir şey. Sonra buraya yazıram dırnaqda evin student obyekt, bunu da əvvəlinə return-nə. Burada bunu necə istifadə edək? Bu prosta ayrı oldu da. Yəni qruplaşdıraq bunları. Return olaraq necə qruplaşdıra bilərik? Bu stringdir. Bununla düz gəlmirsə də bunu silək. Set name'i return edək. Düz və set name, yəni sənin adını obyekt olaraq göstərsin. Bizim adını göstərdim. Obyekti mən biri var bunun adına baxmaq istəyirəm, soyadına baxmaq istəyirəm. Bir də var ki, obyektin özü kimi səni görürəm. Elvin. Mən str ilə demək istəyirdim. Yəni str ilə yazanda return-ın önünə gəldi də aşağıda düzgün deyildi onda studentdən sonra nəsə yazmaq. Aşağıda deyəndə harda nəzərdə tutsan? Burada. Elə bu qaydadır. Elvin, student Elvin. Prosta o köhnədə return. Bu məqsədi bir dənə başa düşün ki, içində çox kod olar, yuxarısında, aşağısında. Bu məqsədi obyekti, bax bayaq nə dedim? Obyekti gözəl göstərmək.
Şu. Sən bir dənə bax burada yazırsan, burada bir funksiya yazsan və str ilə yazsan. İndi məqsəd nə idi? Atributları vermək obyektə yaranan vaxtı. Bunun da məqsədi odur ki, mən normalda S1 obyektidir. S1 obyektini mən print eləsəm, mənə göstərir ki, main, nə bilim nə obyekt, student obyekt, yanında da ən əlavəli rəqəmlər. Mən elə demirəm. Deyirəm ki, mənim obyektimə kimsə baxmaq istəsə, S1 özü nədir? Onda buradan return nəsə yazırsan, onu göstərirsən. Sən burada biz nə yazsaq, tutaq string yazaq, tutaq ki, siləyim. Deyirəm ki, hoş gəldiniz. Elvin obyektidir. Məsəl üçün. İndi məsələ nədir burada? Mən fərqi yoxdur. Bununla yaranan istənilən bir obyektə baxsam, onun str'sı bax bu bizə bu kodu verəcək. İndi desəm ki, mənə göstər. Görsən bunu verdi. Normalda amma bu olmasa nə verir? Bunun məqsədi odur. Yəni str'ın məqsədi odur. İndi S1-ə baxanda bizə nə verir? Bax deyir ki, belə bir şey verdi. Gözəl görünmür də, qarışıqdır. Amma str vasitəsilə return-a istədiyimiz şey, istəsək obyektin məlumatını yazarıq, istəsək dırnaqda özümüz nəsə yazarıq. Yəni bu str vasitəsilə eləyirik də bunu. Görürsən, student obyekt yazdım. Əks halda belə göstərilir. Deməli, biz klassların içərisində atributları, metodları filan bəsməkən, onunla yaranan obyektləri də printdə gözəl görünməsi üçün də bizə lazımdır ki, nəsə istifadə edək. Onun adı str. Down'dır metod. Aydındır bu formada. Rep nə üçündür? Biz yenə printdən istifadə edək. Ya bunu da atavaraq. Bunun əvəzinə ataq bura. Student alif. Bax vurduq. Bizə əslində yenə bunu return elədi. Yenə obyekt olaraq mən bunu görə bildim. Yəni bu da str-ə oxşuyur. Bu əsasən developer üçün texniki görünüş. Yəni proqramçılar üçün biz burada nə yazmışıq? Student əli, yəni bu obyekt yaradılanda güya ki gəlib belə yaradıblar da, student əli yazıb göndəriblər. Bu proqramçı tərəfdir. Bir var istifadəçi tərəf. Yəni istifadəçi gəlsin, həmin obyektə baxsın filan bəsməkən. Bir də var developerlər arası. Yəni developer görünüşü üçün sən bundan istifadə edirsən ki, nəyə əsasən oldu? Yəni bu obyektin belə yaranmasında hansı koddan istifadə olunub? Obyektin adını necə təyin ediblər, necə göndəriblər? İndi bu string olaraq bura verilir. Biz dinamik də yaza bilərik ki, əslində bu verilib. Yəni onu da düzəldə bilərik də burada. Return-də burada yaza bilərik. Avtomatik çıxardır ki, belə yazılıb ki, bu obyekt yaradılıb. Və yaxud ki, sadəcə bir sözlər yazırdıq ki, filan şeyin obyektidir, filan bəsməkən. Adi, sadə sözlər. Bu isə developer görünüşü olacaq. Rep. Texniki görünüş gördünüz. Fikir verirsiniz, STR istifadəçi üçündür. Çünki daha başa düşülən. Amma rep developer üçündür. Bu obyekt yarananda hansı koddan istifadə olunur? Ona. Len ümumiyyətlə tanıyırıq. Len uzunluğu qaytarırdı. Prosta burada bax bu formada down'dır metod olaraq yaradılır da. Belə. İndi bunun da biz belə təyin eləmişik. Özümüz demişik ki, 15 uzunluq. Amma yenə biz obyektin məlumatlarından istifadə edib bura nəsə çıxarda bilərik. Və biz S1-in len S1 yazaq da bu formada olmalıdır. Len S1. Yəni bizə avtomatik olaraq bunu verdi. Necə ki bunu bayaqları mən sizə sadəcə nümunə ilə göstərirəm. İndi siz tapşırıq işləyəndə artıq dinamikləşdirəcəksiniz bu prosesləri.
Çünki biz əsas necə işlədiyinə baxırıq. Bu obyektin normalda bu olmasa, birinci olmasa nə olur ona baxaq, sonra olanda nə olur ona baxmaq lazım. Type error verir ki, baxa bilmirik də, yəni dir uzunluğu yoxdur. Görürsünüz, bu olsa bu obyektin uzunluğuna baxa bilirik. Və return'də nədirsə onu verir. Return'də nədirsə onu verir. İndi burada onu yazmazdın, yazardım məsəl üçün mötərizədə yazardım len tutaq ki safe name. Adının uzunluğu çıxsın və yaxud da nəyin yaşının uzunluğu, nə bilim nəsə də indi istənilən bir sistemi qurmaq olar. Əsas odur bizə obyekt uzunluğu deyəndə bundan istifadə olmalıdır, len'dən istifadə olmalıdır. Yəni arxada bunu çağırır. Biz bunu Dunder metodu kimi işlədiyində bunu çağırır. Düzdür, bura qədər başa düşməyə ehtiyac yoxdur. Biraz daha dərin hissələrdə var. Yəni kommentin arxada o 0 biraz da dərin edəndə 0, 1, 2'li say sistemindən falan gəlib çıxır. Amma o da ümumiyyətlə len'dən istifadə edir, biz görürük burada. Biz iki obyekti müqayisə eləmək istəsək, bax, obyektin uzunluğu, görürsünüz, obyektlə artıq geniş işləməyə çalışırıq da. İki obyekti müqayisə eləmək istəsək. Onu necə edəcəyik? Uzunluğun bildikdə bunu elədik. Bəs iki obyekt, ondan iki obyekt yaranıbsa. Bu qalsın. Bu da S2 olsun. Student. Düz. Mən indi gəlib demək istəyirəm ki, print S1 bərabər S2. Beləsən, nə olacaq, nə baş verəcək? False verir. Amma ümumiyyətlə mən onu doğru müqayisə eləməyim üçün, yəni iki obyekti müqayisə eləmək istəyirəmsə, nə etməliyəm? Bax, bu eqdən istifadə etməliyəm, bu koddan. Hazır kod yəni. Bu formada yazılır. Belə. Bu nədir? Deməli, safe var, bir də AZ var. Return olacaq safe ID ilə. AZ ID. Amma bizdə indi ID yoxdur da. Bizdə ID yoxdur. Gələ biz bura ID də yazaq. ID. Burada ötürəndə gəlib yazıram məsələn 101. Bu da olsun 102. İndi bunların ID-ləri müqayisə eləmək istəyirəm. Bunlar həqiqətən bir-birinə böyüdür, kiçikdir, filandır. Necə eləyərəm? Yəni istədiyim şey bunların ID-lərini müqayisə eləməksə bu şəkildə eləyə bilərəm. Bir atribut self yoxdur yuxarıda. Burada yazmamışıq. Safe ID bərabər ID. İndi false verdi. Sonra eyni olsa. Bu da false. Yox, bu true'dur. True'dur. Artıq istədiyimiz bir şeyləri, obyektin istədiyimiz atributlarını biz müqayisə edə bilirik. Bunda nədən istifadə olunur? Eqdən. Yəni bu eq vasitəsilə sən orada bu düstur vasitəsilə sən iki obyektin nəyini müqayisə etmək istəyirsən, onu orada yazırsan. Məsələn, yaşını, filan bəsməkan onu burada təyin edirsən. AZ ikinci obyektdir, safe də birinci obyekt. Bunu yazmalısan ki, bunları müqayisə etsən. Yoxsa gərək yazasan ki, S1.id böyükdür, nə bilim, bərabərdir. O daha belə qarışıdır. Yəni peşəkar formada bundan yazmaq lazımdır, eq vasitəsilə. Müqayisə dandırları, bunu çox keçməyəcəm, çünki dandırlar çoxdur. Və başımız qarışacaq. Və bunların adları var. Bax, metod olaraq it, bu da olacaq kiçikdir şirası. L olacaq kiçikdir, bərabərdir və s. və ilə axır bu formada gedir. Məsələn, bunu götürürəm. Yenə bizdə fikir versiniz burada. İki obyekti və onların yaşları var. Sən əgər onların arasında kiçikdir şirası qoyun, bax, fikir versiniz burada nə edir? Bax, gəlin bura baxaq.
Burada 2 bərabərlik nə idi? Müqayisə operatoru, düz. Biz burada belə eləyə bilmərik. Bu düzgün yazış deyil. İndi qayda qanuna görə belə burada biz belə eləyə bilmərik. Bu düzgün deyil. Onun üçün mən hansından istifadə etməliyəm? Bunları biraz əzbərləmək lazımdır. Soruşacağam bunları. It bundan. Əgər ikinci obyektin yaşının birinci obyektin yaşından böyük olmasını istəyirəmsə, bu işarələrin adları burada var da, bax görürsüz. Hansı işarədən istifadə edirsinizsə, həmin dandırma metodundan istifadə edirsən. Bu qədər sadə. Əslində çox sadə. Sadəcə biraz bir müddət baxıb işləmək lazım, sonra əliniz öyrəşəcək. Yəni qayda ilə bu formada olmalıdır. İşarə ilə siz burada təyin edirsiniz. Bu işarədirsə deməli burada egg yox, it olmalıdır. Bu işarə ilə əgər mən istəyirəm ki, ikinci obyektin ID-si birinci obyektin ID-sindən böyük olmalıdırsa, bu müqayisə lazımdırsa, burada bu söz yazmalıyam. Yəni, açar söz budur. Bu formada təyin edəcək. İndi tapşırıq işlərini daha yaxşı başa düşəcəksiniz buna. Hər şey qarışıq gələ bilər. Add nədir? Operatorunu dəyişmək. Yəni def init. Bax burada biz nə etmişik? Amount. Bir məbləğ gəlir. Self amount-a da amount-u vermişik. Və sonra gəlib aşağıda add vasitəsilə demişik ki, üstünə gələcəksən digər obyektin amount-unu. Fikir edin bura. Maraqlı koddur əslində bu. Bunu götürün. Aşağı gələk. Buraxdım bunu. Bunu silək. Çox maraqlı koddur bu. Bunu həmişə biz daha da belə dərinləşdirib baxırıq həmişə. Deməli, 2 dənə obyektimiz var. Birində amount, məbləğ 50 manat. Yəni 50 dollar, fərqi yoxdur. İkincisində 30-dur. Və biz istəyirik ki, toplayanda bunları, bax fikir verin, mən bunları toplamaq istəyirəm. Müqayisəni başa düşdüm. Müqayisə edirəm, true, false deyir. Okay. Və yaxud da bunu if-də işlədə bilərəm, if-in qarşısına qoya bilərəm. Obyektlərin nələrinsə müqayisə edirəm ki, 2 obyektin ID-sini, nə bilim, age-ni falan. Toplamaq istəsəm artıq başqa üsuldan istifadə olunacaq. Onun da adı add olacaq. Fikir verirsiniz, burada elə qoyacağınız işarəyə görə buradakı dəyişir. Yəni Thunder metodu əslində əzbərçi eləməyə ehtiyac yoxdur. Göz yaddaşı ilə. Bu plusdursa bu add. Nə bilim, kiçik, böyükdürsə başqa sözdür, kiçikdirsə itdir, nə bilim nədir. Bunlara sadəcə biraz göz yaddaşına yadda saxlamaq lazım. İndi bax burada gəlirəm, deyirəm ki, print. Bu M1 nədir ki, artıq bayaqları obyekt idi. İndi M1 və M2 topla deyəndə bizə baxın nə verəcək? 80. Amma indi bu olmasaydı yaxşı. Bu yoxdur. Belə bir şey yoxdur. Mən bunları toplamaq istəyirəm. Bir sən neyəməsin? Obyektləri nətər toplayaq? Bu Thunder metod bizə imkan verir ki, bunları pul kimi toplayaq. Çünki bu money onsuz da bir puldur. Yəni bunun başqa heç nəyi yoxdur. Məbləği var. Və sən bunları toplamaq istəyirsən, çıxmaq istəyirsən. Onda add-dən istifadə edirsən, toplamaq istəyirsənsə. Bax, obyektləri toplamışam, bax. Fikir versən, M1 obyekti, M2 obyekti. Bunlara sadəcə pul ötürmək lazımdır. Niyə? Çünki initdə bu var. Plak şəkildə. Aydındır. Məsələn, indi avtomatik olaraq bildiniz ki, çıxma olanda sub. Bunu düzəldim. Siz də özünüzdə bunu düzəldərsiniz. Table design verək. Bəzən olur gözdən qaçır bu. Bu da orta mərkəzi gətirmək belə. Bu formada edin, səliqəli görəsiniz. Siz add əvəzinə əgər çıxmaq istəyirsinizsə onları, bir-birindən gəlib çıxacaqsınızsa, bunu sub edəcəksiniz bu formada. Yəni birini bildinizsə artıq bir neçəsini bilmiş olursunuz. Bu operatorlar dərsidir. Yəni bunu artıq qarşısındakı bir dənə sözü yadda saxlamaq lazımdır. Bunları praktika etmək lazımdır. Hansı əməliyyat aparacaq? Operatorlardan bilməlisiniz. 1 bölmə, 2 bölmə. Düz.
Gəlindi. Bana aslında ki bizə mane olur. Bunu götürək, buna baxaq. Görək bunda nə iş görə bilirik. Bunların da hamısını saxlayıram usta. Get item'dan istifadə elədik burada. Və yenə init yoxdur. Yəni yaratmışıq. Heç nə yox. Sadəcə get item var. Bu bizə nə verir? 30. Nəyə əsasən 30 verdi? M'in 3-cü demişik, 3 demişik, indeks ötürmüşük. Və bizə return edib 3'ü ona vurub və bizə return edib. Artıq bu siz nədir? Elə bir ki, keçmişdik biz slicing metodu, indeksləmə düz. İstənilən bir şey, məsələn list idi, string idi, onun indeksini götürürdü. 3-cü indeks nədir, 5-ci indeks nədir? İndi bu olmasa biz obyektin köhnə dəstələrə gəlib çıxır da bunlar hamısı. Bax, operatorlar olsun, bu olsun. Bu olmasa, mən desəm ki, bunun baxaq da, nümunəyə baxaq. Desəm ki, mənim 3-cü elementim var, deyəcək ki, nə etmək istəyirsən sən? 3-cü indeks nədir bunun? 3-cü indeks yoxdur axı. Amma bunun vasitəsilə artıq mən nə edirəm? 3-cü indeks deyəndə o götürür, o indeksi ona vurub verir mənə. Düz. İndi yaxşı, deyə bilərsiniz ki, bu məsəl üçün burada bu nəyə lazımdır ki? Elə deyil. Bax, elə bir ki, arxada bu list ümumiyyətlə biz bunu generatorlardan biridir ki, generator nə idi? Yaddaşda yer tutmur, düzdür? Biz də indi istəyirik ki, məsələn ağlımızda belə bir list var. 10, 20, 30, 40. Hər dəfədə mən deyəndə onu, məsələn deyəndə birincini ver, mənə onu versin, ikincini ver deyəndə 20 və sıfırdan başlayır və bu şəkildə gedir. 0, 10, 20, 30. Belə bir list təsəvvür edin və sonsuzluğa qədər gedir. Amma bu listi yəni hal-hazırda yoxdur, heç yerdə yoxdur. Mən istəyən kimi o list avtomatik elə bir hardasa var. Məsələn mən 5 deyəndə götürəcək o 5-ci elementin verəcək 50. Amma faktiki yoxdur, heç yerdə saxlanmır. Məsələn mən deyəndə 500 götürəcək mənə verəcək. Bax mənə verəcək neçə? 5000. Təsəvvür edin ki, bir list var. Bax belə də, bax məsələn belə yazım, yəni daha aydın olsun. List var. İçində sıfırdan başlayır. 10, 20, 30 bu şəkildə gedir və sonsuzluğa doğru çox tabi gedir. Yəni bu sonsuz. Təsəvvür edin ki, bax balaca bir kodla artıq sonsuz bir list yaratmışıq. Sadəcə neçəncini lazım olduğunu demək lazımdır. 500 deyəndə 500-cünü verdi. Yəni 5000-i verdi. Maraqlı bir şeydir. Yəni sən orada sadəcə aydınlaşdırmalısan ki, bu list neçə artacaq və ona uyğun bir sistem qurmalısan. Necə ki, generatorda elə idi. Generatorda biz deyəndə hər dəfə növbətisini verdi. Bu ona oxşayır biraz fərqli sistemdə. İndeksdən çağırır və istəyən kimi də bizə verir, ona uyğun. Məsələn deyəndə 0-cını ver, buna verəcək. 5-cini ver, 50-ni verəcək. Və bu formada avtomatik olaraq verir. Yəni bu sistemi biz nə ilə qururuq? Get item-dan qururuq. Sonsuz list. Bu formada. Set item nədir? Bu da bayaq əldə eləmək üçün istifadə edirdik. Bir də var ona dəyər vermək. Bayaq görünməz bir list var idi. Sıfırdan başlayırdı, sonsuza qədər geldi və onunu artırdı. Onu istədiyimiz indeksə götürürdük. Bir də var set item. Aslında bunlar çox lazımlı şeylərdir. Bax fikir versiniz. Mən burada nə qədər istəyirəm ki, bunları qısaldım, görəm yox. Yəni hamısı layihələrdə olur da, ona görə heç yerə qısalda bilmirəm. Bax, yenə classdır. Set item var. Indeks və value ötürülməlidir. Düz. Buradan biz indeksi ötürmüşük. Bu kodumuz hara getdi? İndeksindən ötürək bura. M2. Prosta M2'ni yaratmaq lazımdır. Harada yaranıb? Yaranmayıb. M bərabərdir MyList. Biz set item vasitəsilə
nə ötürdük? İkinci indeks 50 ötürdük. Fikir ver və onu print elədik. Hardan bilirəm ki, mən onu ötürdüm? Yəni bu funksiyanın işləməni mən hardan bilirəm? Çünki bunu istifadə eləmişəm. Bunu istifadə eləmək ümumiyyətlə biz yadınızdadır şeydə eləyirdik. Listlərdə falan deyirdik ki, məsələn, listin ikinci elementini dəyiş, başqa rəqəm ver. Yəni yada salaq onu. Aşağıda yenə normal bir listimiz olsun. VST. Print. Deyirəm ki, LST-nın məsələn, birinci indeksini ver bizə. Bizə verdi 2. Aşağıda gəlib deyirəm ki, LST birinci indeks bərabərdir. Məsələn, 10. Sonra təzyindən bir baxsam listin özünə və yaxud da onun həmin indeksinə bizə neçə verdi? 10. Dəyişdikdə həmin element. Yazıda bu getdi hashable, unhashable falan çıxdı ora. İndi burada da buradadır. Yenə görünməz bir list var. Bilmirik hələ içində nə var, nə yox. Biz dedik ki, onun ikinci indeksində 50 olmalıdır. Və bu olmasa biz onu görməyəcəkdik. Bunun vasitəsilə dedik ki, indeksi bizə göstər, bir də value, dəyəri bizə göstər. Yəni mən bu kod vasitəsilə əslində bu funksiyanı çalışdırmış oldum. Əsasən listlər, ümumiyyətlə klasslarda, daha doğrusu nə söhbət gedir, mən sizə deyim. Zamanlama söhbətləridir. Hansı kodlar hansı zaman işləyir? Məsələn, olsun init. Init nə zaman işlədir? Obyekt yaranır, bu anda işləyir. Set item nə zaman işlədir? Bu zamanda işlədir. Add nə zaman işlədir? Biz bunu print edib add eləmək istəyəndə. Fikir versiz zamanlama. Yəni onu işlətmək üçün bir xüsusi yol var. Bunlar hamısı da yeri gəlir lazım var. İndi belə baxanda deyə bilərsiniz ki, bunlar niyə lazımdır? Və eyni qaydada biz del vasitəsilə ümumiyyətlə silirdik də hamısını. İndi bax, bunun my listin m-in ikinci elementi 50-dir və mən gəlib nədən istifadə edirəm? Del m2-dən də istifadə edirəm. Yazıram del. Normalda indi bilirəm ki, bunun indeksi 2-dir. İkinci indeks dəyərdə 50-dir. Həmin şeyi bax, yuxarıda indeks verdiyim şeyi burada silirəm. Del 2 atribut del item. Bizə niyə error verir? Sildik də bunu. Del M2. Özəl error verməli deyil o. Deməli, belə bir M2 obyektimiz var. İndi biz gəlsək, məsələn, desək ki, buna baxmaq istəsək, baxa bilirik, görək. Print M2 baxa bilirik, görək. Baxsaq, baxa bilmirik. Çünki bunun içərisində bu işləyəcək və print olunacaq. Sırası print olunur ki, index budur, value budur. Bəs del, bunu saxlayıram onda. Del niyə error verdi? Arkada bunu işləyir. Görə nə errordur? Bir dənə baxaq. Yəni təzədən işlədim. Boot error. Belə eləsək, M obyektini silirik, amma bizə lazımdır ikinci. Nəyi silək? Elementi silək. İkinci element. İkinci elementi sildik. Bəs bəlkə 50 yazaq. Məncə belə olmamalıdır. Yenə də yoxlaya bilərik.
Yox, elə 2 olmalıdır. Çünki biz bunu burada yaratdıq. Burada silək sadəcə deyil. Bunun üçün biz bunun klasın içərisində olmalı deyə bunun kodu. Klasın içərisində olmalıdır. Bir dənə mən bunu götürürüm. Hə, bu necə işləsin? Bu bilmir axı. Gəldi aşağıda bax bunu yazdıq. Bu mütləq olmalıdır. Biz orada şeydir, PDF-də yoxdur. PDF-ə əlavə edərəm bunu. Del item vasitəsilə biz bu formada silə bilirik. Normalda obyekti falan silmək, atributu silmək olar keçmişdik. Onda buna ehtiyac yox idi. Amma buna set item vasitəsilə ikinci indeksinə 50 verirsənsə və dəyər verirsənsə, həmin o ikinci indeksdəki elementi silmək istəsə bu formada siləcəksən. Hətta bizə bax burada print vasitəsilə göstərir ki, hansı element silindi. İkinci element silindi. Bununla bunun fərqinə baxın. Burada bir dənə value var. Çünki əgər biz ikinci demək istəyiriksə, ikinci indeksdə 50 ver. Təbii ki, buna indeks lazımdır və value lazımdır. Və sonra print eləmişik. Del itemdə isə təkcə indeks versən. Çünki artıq mənə maraqlı deyil o indeksdə nə dayanıb. Mənə maraqlıdır ki, o indeks silinsin. Və burada save index print eləmişik, demişik delete silindi indeksin özünü yazırıq. Yəni indeks hansı indeks silmişiksə bu kod nə zaman işləyəcək? Mən nəsə siləndə, həmin indeksi siləndə. Bəs məsələn yazsam ki, tutaq ki 3 yazsam nə olacaq? Delete 3. Amma halbuki 3 deyildi burada. 3 yox idi. Yəni 2-ni var, 2 bilirəm. 3 yoxdur. Bu bizə print eləyir. Amma silib silmək məsələsi var. Deməli M2 50 idi də, düzdür. Bax burada yazan print M obyektinin ikinci elementi görə nədir? My list object is not yenə error. Yəni nədir ki, ikinci elementi bir dəqiqə del item set item bizə burada get item da lazımdır. Bir set ümumiyyətlə vermək üçündür və biz bunu verdik, amma printlə baxa bilmirik də. Əldə etmək üçün get item lazımdır. Hamısının ayrı-ayrı öz işi var. Hal-hazırda biz bunu vermişik. Yəni printlə ona baxmamız mümkün deyil. Bunu xəta verir bizə, type error verir. Və biz burada siləndə avtomatik, onsuz biz bayaqları görünməz bir list, sonsuz bir list yaradanda da, istəyəndə indeks istəyəndə də görmürdük orada nə proses gedir. Sadəcə indeks deyildi, bizə verirdi. Bu formada da indi mən bunun vasitəsilə yəni burada set item deyib ikinci elementini 50 olaraq verirəm və bizə çıxır onsuz da. Deyir ki, ikinci elementi oldu 50. Sonra bunun vasitəsilə və del itemla da nə edirəm? Həmin indeksi silirəm, indeksdəki elementi silirəm. Əldə etmək üçün bizə get item lazım. Görürsünüz, klassların nə qədər dərinliyi var. Bu dəqiqə biz hal-hazırda ən dərin hissələrdəyik. Yəni tiplərdəyik. Bunları başa düşəndən sonra valideyn, parents hissələri var. Klass, bir-birinin klasslar valideyni olur, nə bilim, babasının nəvəsi olur. Onlar bundan asandır, yəni. Bunlar biraz qarışıqdır. Amma yəni vaxtla onsuz da oturuşacaq hamısı. Burada yenə generator kimi və dekorator kimi çətin hissə odur ki, görünmür. Görünmür heç nə. Amma əvvəli asan idi. Özünüz gördünüz ki, 2 obyekti toplamaq, çıxmaq. Sadəcə buradakı dəyişirsiniz. Ona uyğun söz yazırsınız.
Hamısında eyni şeydir. Aza, save amount, aza amount. Bu hissədə isə biz görünməz element yaradırıq, silirik, yəni ikinci indeksi əldə edirik və yaxud da silirik və burada. Bura qədər onsuz da biz bugün keçdik də. Set item, del item, bir də contains'e qədər. Yəni aşağıda görək, iterator, next. Bunlarla bəzilərinin hissəsindən tanışsınız. Call. Yəni bu hissələr asandır. Elə bu dəqiqə ən çətin hissələrə baxırıq elə hal-hazırda. Hal-hazırda ən çətin hissələrə baxırıq. Və bunlar set item, del item, get item. Mən videonu dayandırıram. Sual varsa buyurun.